Şunu pisdən ayıraq. Şura hökuməti ilə məninki tutmaz bəy. Ne elib sənə şura hökuməti? Hələ soruşursan da, mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, dinmədim. Şura seveti gəldi, kombet getdi, dinmədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, dinmədim. Əşə hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Hələ bir soruşursan ki, Şura hökuməti mənə neyniyir? Kərbalayı, bu hökumət heç kəsi biqeyrət eləməyib. Əksinə, başı papaqlara arxalanıb yeni həyat qurur. Təqsin özündən. Çəkmirsən özünü kənara, qaynayıb qarışmırsan. Gör bir kimi arxalanırsan. Siz de vaxt tapdınız. Pullar ver ya. Ama ne nişangaha gelirler. Atların ayağını veresen güllüye, kalharlar şaha, çırpalar bunları yere. Sonra da başlarının üstünden gülleni çakasan dalbadan bu eclafları tırnaklarıyla didip dağdalar. Köpü uşaqları. Bunların görüşü ne uzun çekti? Bəs bizi niye çağırmırlar? Lazım olsa çağırarlar. Narahat olma. Darvazanı niye bağladılar? Bəs bu cemaat hani? Ben giderim buna. Heç ağlına getirme. Sağdan 3. pencereye bak. Böyle yerde soyukkanlı olmak lazımdır. Eclaflar. Kərbalayım, sözümün canı budur ki, silahı qoyun yerə. Cəmaatı bıraxın, qoy yığışsınlar evlərinə, eşiklərinə. Bədbəxtlik baş verməsin. Sənə də zəmanət verirəm. Hökumət sənə toxunmayacaq.